Sıfırdan React-dan başlayırıq ümumiyyətlə. Gəldik, bir dənə folder. Onu silirəm. Şu diqqətlə baxın da ki, danışmayın da, mən video çəkənə danışmayım. Folder yaratdım. Buna yazıram React router. Attım bura. Gəldik terminala. New terminal. Trust. Tamam, bağladıq. Onu bir dənə yaxınlaşdırdım. React router. Birinci deyirəm ki, npm create byte add list. Birinci proyekti yükləyək. Yes. Project name. Router. Adını qoyuram dərsin. Router, məsələn, lesson. Buradan React-ı seçirəm. Buradan JavaScript-i seçirəm. Buradan Oxlink gəlibsə, Oxlink seçəyim. Yes. Oxlink təzə gəlib. Təzə nə gəlsə deməli daha yaxşı verir. Fərq var. Hə? Fərq var. Hələ Oxlink'i araşdırmamışam. Konfim yoxdur məsələsi. Bir həftədən çox. Oxlink 2-3 həftədə gəlir. Baxacam mən, araşdırmamışam. Mən təzə Oxlinklə qoyuram. Xaçmısan deyənə yox şeydir də, yəni. Ən axırıncı versiya bu gəlib. Bəlkə bunu onun Ona işlə. gəldi, bir kərə baxdım, yox. Şey qalmış, mən o təbii tamamı gəlmiş, idi qalmış. Sizin videolar yoxsa məndə var bu nədir? Tamam, hazırdır. Gəlib kodumuzu run eləmək üçün kopyaladım məsəl üçün. Ctrl bas saxlayıb eləyə bilərsiniz. Məndə elə eləyənə də görürsən burada açır. Burada açır. Bir bax bura bura göreyim. Ya sonra baxmaq var. Oradan bakmayayım. Kopyaladım, gəldim. Chrome yoxdur bir şey üçün. Olur. Gəldik, qoyduq bura. Proyektimiz hazır. Girəm proyektin içinə. Ayda, bunları seçməmişəm. Bunları seçirəm. React Simple. Bir də ki, buradan React Native Snippets var. Görüm hansıydı o. Wrap yox, bunu köçürəcəm. Bunu React işlərində buna köçürük. Danışmayın da. Bunu da köçürdüm. Bir də material icons tem. Bir də bunu köçürürəm. Bunlar yüklənsin. Biz yapsın orada ilmek şey. Bazı extension var. Müslüm var. Bir onlar düşün. Kabın bazı kopyalamacı önce. Neyini? Bazı extension var. Material icon. Hə. Kabın bazı kopyalı bazı istemeleri ona göre yapılmışsa gerek. Ona göre kitaba geçen bir lira dolgulanmıştı. Şu hazırdır. Yox, qoşduq. Gəldik bura. Baxaq. Public-in içinə gəlirəm, bunları silirəm. Lazım deyil. Bunu da silirəm, lazım deyil. Source-un içinə girdim, SS'in içinə girirəm, silirəm, lazım. Yelləmədə qırarsan, divan aldıracam o başına. Bunu da sildirəm. Bu da getdi. Ürəyə getdi. Buna nə oldu? Sizə qoyacağım. Gəldik CSS-ə. Hər şeyi sildim. Birinci dəfə görürəm. Bu qədər kod tarixində birinci dəfə belə şey görürəm. Bunu da sildim. Sonra FGCX silirəm. Uşaqlar, dərs başı sağlamda. Tutaraq da. Gəlirəm buradan kapilotu söndürürəm. Kapilotu niyə yanmadı? Sağ olun. Kapıya sohbet hesap açık dediğinde girelim. Kapilot. Nə hesabı? Kapıya tümüyle falan yüklü de lazım. Hiç bakmıyor. Disable. Kitabla girəm mən. Ne söyleyecek? Yox, bu da söndürdüm hələ ki. Yandıracam biraz hələ ki lazım deyil. Buranı da təmizlədik. Gəldik. Buranı da təmizlədik.
Bura belə çox idi ki, yəni. Bunu da təmizlədim. Всё. Bura hazır. Bir dənə bunu buradan kopyaladım. Demişdim ki, bu köhnə versiyadır. Belə yazılış tipi. Declaration function yazılır hər page. Bu köhnə versiyadır. Təzə versiya necə idi? Export default function app açdıq, girdik burada return elədim. Ən təzə versiya bu. Belə yazılır. Gəldim CSS-i də burada yuxarıda import elədim. Ben şişeleri oldu öğrenmedim yani. Neylə? Ya buna böyle öğrensin. Görürsən bir şeyin bir neçə yolunu göstərirəm. İndi EP-lə sorğu atmaq var. Yəni belə də yazdıram var, belə də yazdıram var, ona görə. Belə. İşte bura hazır. Başqa nə qaldı? Buradan heç nə qalmadı. Bir dənə qısa şeyləri deyim, təzədən yadımıza salaq. Bilirsiniz uşaqlar, burada gəlib basınba, burada 2 dənə div belə alt-alta qoya bilmirsiniz. Yadınızda nəyə görə? Çünki bir dənə böyük parent element olmalıdır, hər şey onun içində olmalıdır. Düzdür? Belə bir şey var idi. Adı nə adlanırdı bunun? Fragment. Yadınızda? Fragment. Bu fragment adlanır. Soruşub eləyirlər. Axırda bir şeydən amma soruşurlar. Fragment. Yadda saxlayın. Fragment. Bu fragmentdir. Sonra gəldim bura. Import nə idi? Export nə idi? Export default nə idi? Yadınızda? Exportlu işləməyir. Məsəl üçün gəldim bura. Hə. Bu səhifədən bir dənə şey çıxartmaq istəyirəm. Məsələn, gəldim bura. Const A bərabərdir 5. Const A bərabərdir 5, düzdür? Mən sırf bu sətri çıxartmaq istəyirəmsə, qarşısına export yazıram. Bunlar xırda bir şeydir, amma çox önəmlidir. Yəni, biləm, yadınızdan qalır. Efirə verilmək kimi yoxsa? Bunu başqa yerdə istifadə edəcəm. Başqa səhifədə. Mən bundan istifadə eləmək üçün qarşısına export yazıb, onun çıxışını təmin edirəm. Export yazmasam, o const A bərabərdir 5 çıxara bilmirəm heç yer. Export onun çıxışını təmin edir. Export default isə bütün səhifədə nə varsa hər şeyin çıxışını təmin edir bir dəfəlik. Başlayın. Export default bütün səhifəni, export isə sırf hansı şeyi çıxarsan, qarşısına export yazsan, onu çıxarsan. Və bunu, məsəl üçün, burada yaratdım, başqa bir istifadə edəcəm. Məsələn, gələm buradan bura, source-un içində, hələ ki, sintaksi çox qırmıram, bir dənə şey göstərirəm. Məsəl üçün, navbar.gcx export, dərk başı salın, bütün fikrimi yayındırırsınız o tərəf. Function navbar. Allah CSS sat yazmalı. Bir dənə şey fikrim yayında dağılır bütün şey. Deyirsən, adi kod yaddan çıxır. Deyil. Məsəl üçün, const A-nı gəlib burada çağırmaq üçün gəlirəm yuxarıda burada. Import A from nöqtə qoydum, girdim bura. Baxıram ki, app'in içində idi, o düzdür. Tapbasaz uşaqlar, bir dənə nöqtə qoyun, o çıxışdır. Sonra slash qoyub tapırsınız. Bu app'dən də çölə çıxdı. Mənə app'in içi lazımdırsa, bir dənə nöqtə slash, app'i tapdım. A app'dən gəlir, düzdür? Gəlirəm burada, məsəl üçün, A-nı göstərəcəm. A-nı necə göstərəcəm? Məsələn, H1 yazıram. Və burada A yazıram. Gördünüz? Sonra gəldim, məsəl üçün, burada da ki, navbarı çağırıram. Belə bir şey yazmayasınız. Prosta yazı üslubunu göstərirəm ki, yəni necədir. Koddakı run eləmişdik də. 5-i gördünüz. Sonra 5 yazmadım ki. Navbarda 5 var, yox. App'də yaratdım, app'dən gəldim. Sırf bunu exportla çıxartdım. Bütün səhifə export default. Bura kimi aydındır. Bir də exportla nəsə çıxaranda, onu import eləyəndə bu GCX mötəzəsini eləyirsiniz. Amma bir şey export defaultla çağıranda, məsəl üçün, navbar export defaultla səhifədən çıxarış olunub, düzdür? App'də öncə çağırmışam, GCX mötəzəsiz. Importdan çağırırsan, prosta exportla GCX mötəzəsindən çağırırsan, export defaultla heç nəsiz, ayrı çağırırsan. Bura kimi aydındır. JavaScript kodunu burada yazıb, burada necə istifadə edirdik? Belə, GCX mötəzəsi ilə. Gəlib, yəni, promoyu bura A yazmırsınız da, bilirsiniz. GCX mötəzəsi içində A yazır ki, JavaScript kodunu orada oxuyasın. Burada aydındır. Bir dəyişən yaradıb, əgər dəyişən dəyərini dəyişməyəsənsə, bunu adi JavaScript kodundan yarada bilirsiniz. Const, let, varından yarada bilərsiniz. Amma bir şeyin dəyərini sonradan dəyişəcəksənsə, onda bunu useState ilə edirsən. useState hookdur, React-ın öz şəxsi hookudur. Kimin yadındadır?
Məsələn, gəldim bura bir dənə const və bir şeyin dəyərini dəyişdirmək üçün sayını azaldır, çoxaldırsan. Count. Bir də ki, set count bərabərdir use state. Yuxarıda import oldu, gördünüz? Vergülü qoydum. Yuxarıda import oldu. Gəldim bura bir dənə mən üçün H1 yazıram. Count-u belə çağırıram. JavaScript kodu götürmüş. Gəlib baxıram. Heç nə görməyəcəm. Çünki burada bir dənə count-u dəyər verməliyim. 0. Deyirəm count 0-dan başlasın. Başladı. Buradan nabı silirəm fikrinizi yandırmasın. Buradan da nabı silirəm. Silmirəm qalsın. Propsu göstərəcəm. Əgər mən count-un dəyərini dəyişməsəmsə belə gəlib yaza bilərəm. Const count bərabər 5. Yəni bu heç dəyişməsə belə yarada bilərəm. Amma dəyişəcəmsə onu use state ilə yaradırsınız. Count-un dəyəri 0-dır. Set-lə də onu dəyişib, silib nəsə eləyə bilərəm. Azaldıb, çoxalda bilirəm. Məsələn, gəldim bura bir dənə button yazdım. Məsələn, artır. Bir dənə də bura button yazdım. Button. Burada azalt. Buralar yadımızda. Count necə azaldıb, çoxaldırdım. Set-dən istifadə edərək. Bir neçə yolu var idi. Birincisi buydu. 10 klikinə gəlib buttonun. 10 klik. Callback function açıram. Gəldim bura. Deyirəm set count-la get count-un üstünə azaltdı. Onda minus 1 elə. Burada da gəlib buttona deyirəm ki, sən 10 klikində callback function açıram. Bunu açmağa fikir verin. Bunu açmasanız problem olur. Amma gəl set count minus 1 plus 1 yazmayın. Bunu yazmalısınız. Count plus 1. Və artırdım. Azaltdım. Bir də çalışın burada minus minus plus plus yazmayın. Const olduğu üçün problem yaradır. Plus 1 minus 1 yazın. Onda düzgün işləyir burada. Bunu bir belə yaza bilirik 10 kliklə. Bir də belə yaza bilirik. Buraları tez-tez keçirəm. Bunlar asandır. Bir də function yaradıb function içində çağıra bilirəm. Bax gəldim bura. Məsələn yazıram function Azərbaycan dilində yazdım. Artı gəldim bura. Deyirəm ki set count-la gəl count-u plus 1 elə. Səhv yazdım. Set count plus 1. Bir də belə eləyə bilərəm. Gəldim burada function çağırıram. 10 klikinə dedim ki 10 klik. Всё. Artır. Dən baxaq. Artdı. Eyni qayda azaltdı. Gəldim bir dənə function azalt. Burada istəyirəm ki 0-dan aşağı düşməsin. Onda yazıram if count böyüksə 0-dan, onda gəl set count-la count-u azalt. Gəldim azalta da ki burada 10 klikində dedim ki azalt. Aydındır burada. Gəldim, artırdım, azaltdım. Mənfidən düşmədi aşağı. Bura aydındır. Use state buydu. React-ın hook-udur, hook adlanır. Bir məlumat saxlayıb dəyişmək üçün istifadə olunur. Bu belə. Props nə idi yadınızda? Ya. Məlumat saxlayın. Props komponentlər arası data ötürmək üçün istifadə olunur. Props. Yadda deyil. Navbar yaratdım. Navbar yaratmışdım da, düzdür. Belə deyim. Bunu da göstərim mənə. Const name set name bərabərdir use state. Düzdür, açdım buranı. Və ya count rəqəm idi, bura 0 verin, 0-dan başlasın. Burada name də düzdür. Tırnaq qoydum, bir dənə string yazdım. Məsələn yazdım Rufat. Düzdür. Gəlirəm navbar yaradıram məsəl üçün. Navbarı yaratmışam burada. Navbarı burada çağırmalıyam axı. Bura yazdım navbar. Yuxarıda import oldu, baxa. Olmuşdu. Props var belə ötürülür. Məsələn name-i ötürəcəm ora. Gəl name yazırım. Bərabərdir, burada da name yazıram. Props'u ötürdüm. Gəlib navbarın içində bunu buradan silirəm. Bunu da silirəm. Bunu da silirəm. Navbarın içində props'u burada tuturam.
Bax, name'i tutdum burada. Sonra gəldim name'i burada istifadə elədim. Name'i burada istifadə elədim. Baxıram, olmayacaq. Çünki səhv elədim. Ya. Name'i ötürdüm. Nəysə səhv elədim. Objects are not valid. An error occurred in the Hmm. Ha, ortası səhv eləmişəm. Props'da belə ötürürlər. Data app'dən bir dənə data yaratdım, name. Setdən də dəyişə bilərəm, amma dəyişməmək üçün ötürmək elədim. Name'i gəldim navbara, props kimi ötürdüm, bax props ötürdüm. Dedim name'i name kimi ötür. Gəldim tutdum burada, burada da istifadə elədim. Burada navbarda rüfət. Bu da props ötürmək. Komponentdən komponentə data ötürmək üçün istifadə olunur. Əsasən böyük komponentdən kiçik komponentə. Kiçikdən böyüyə də ötürə bilərsən, amma düzgün deyil. Yəni elə yazılmır. Şirkətlərdə elə yazılmır. Onun üçün global state yaradırlar. O biraz axırıncı dərslər orada deyəcəm. Bura kimi aydındır. Mən də axırıncı dərsdə React-ın axırıncı dərsdə. Hə, Ruslan zad var global state. Bir dənə şeyi bir dənə yerdə yaradırsan, ən yuxarıda. Oradan hər yerə paylayırsan. Məsəl üçün gəlirəm bir dənə page-də artır şey yaradıram, məsəl üçün kodu. Ona klik edəndə artacaq. Harda lazımdırsa gəlib orada istifadə edə bilirəm. Bir dənə həmin şeyi orada yazıram ki, hə? Nalda məsəl üçün bir-birdə USF-lə nav var, bir dənə global nav yaratır. Yo, başqa şey. Belə deyim də. Burada yazdığımız E-commerce-də artır şey var, düyməni artırsan, azaldırsan. Düzdür? Onu hər səhifəyə girəndə görsən orada bir-iki dənə yerdə artır azalt var axı. Bir dənə yerdə yoxdur da. Onu bir dənə lap başda yaradırsan. Oradan hər yerə paylayırsın da. İndi də baş düşməyəcəksən. Axırda görəcəksiniz nədir. Bana diyeceğim. Yo. 2 saat buradasın diyor. Bura kimi aydındır. Sonra use effect var idi uşaqlar. Use effect kimin yadındadır? hərəkətli deyirlər. Use effect belə deyək də. Gəldik bura. Getlər, hələ get. Buna delete vurdum, bu lazım deyil. Gəldim app'ə. Əgər buradan getdir. Buradan hər şeyi silirəm. Buradan da hər şeyi silirəm. Bax, console belə deyim. Cons elə bir şey yazmışım. Name, set name yazdım təzədən. Gəldim bura. Use state yazdım. Dırnağı açdım, məsələn, rüfət. Bir dənə button yaratdım. Buna dedim change, dəyiş. Button'a gəldim, dəyiş. Bir dənə burada h1 qoydum. İçində name'i göstər. Button'a gəlib, on klikində heç eləməyəcəm. Keçdik bura. Yəni React use effect. Yazılı şey. Connection zaten. Use effect nə üçün istifadə olunur? Bir dənə belə deyim də. Komponentin içində React nəyə görə sürətli işləyir? Performans nəyə görə yüksəkdir? Çünki hər şey bir dənə səhifədə eyni vaxtda olur. Nə? Əksər bu adı olur, hansı bir deyir. Sadəcə basdıqca insert etdir. Hər zaman belə səhifə yenidən. React dəyişəni sadəcə bir dənə istəndir. React virtual DOM ilə işləyir də, yəni virtual DOM. Amma JavaScript HTML var da, adi DOM-dur. Yəni fərqi nədir? React-da gedir adi DOM-u kopyasını yaradır.
JavaScript obyekt formasını saxlayır, həmin adi domun kopyasını yaradır. Məsələn, gəlirəm bir dənə səhifəyə, məsəl üçün də deyirəm. Buna klikləyirəm, düzdür? Keçid eləyəcək ora, düzdür? Adi JavaScript HTML-lə yığılanda bütün səhifə təzədən reload olur. Bütün kodlar yenilənir. Bir dənə buna görə. Bir dənə bu dəyişikliyə görə. Amma React-da isə gedir kopyaladığı şey var, dom. Gedir tapır ki, o dəyişiklik harda var? Oranı tapır. Sırf dəyişikliyi orada eləyir deyə bütün təzədən bu kodları yeniləmir. Aydındır? Ona görə React daha sürətli işləyir. Virtual DOM. O da user effect-lə yazılır. Məsəl üçün, mən bütün səhifədə bir dənə button-a klikləyəndə nəsə dəyişiklik olacaq, düzdür? Onun üçün gəlirəm button, məsələn, burada yazacağam bir dənə function. Function, məsəl üçün change adını qoydum. Değiştirmek. Gəlib burada deyirəm ki, set name-lə gəl adı dəyiş elə Nihat məsəl üçün, düzdür? Gəldim 10 klikində function çağırdım. Baba, mən shift-i basıram, bu niyə yazmır? Çünki bunu da silir. Change. Gəldik bura. User. Aşağı saklandı. Nəyi? Ben şişliği değil. Hələ heç nə yükləmirəm. Başa düşmədim. Nə deyir? From does this file. Navbar istifadə eləmirəm amma. Niyə burada? Budur problem. Hə. Bax change-ə vurdum, Nihat oldu, dəyişdi. Düzdür? Gəldim bura. Şeyde var, her defa kendi basımda 2 saat bıraktı. Hı? Her defa kendi basımda 2 saat satırlar. Bir defa ne yaptı defa şey, elde bir çarpı olur. Dərsimiz əvvəl deyil, tamam. Hər dəfə basana nə olsun? Bir defa yukarı çıktım, bir defa ne yaptı, her defa 5 dakika becerdim. Çatma. İçinde basmanın işlemeydi. O hafta kaldı, bana bir de basın kağıt kaldı. Hə. İçinde basmanın... Onun şeyində şey var idi JavaScript-də. Adı nə idi? Danışmayın da, fikrim yandı. Allah var, bildiğin kod yaddan çıxdı. True false nə yaddan çıxdı şeydən. Yox, JavaScript-də şey var idi, açıb bağlamaq. Exit. Open. Ay, gen də onu tapıram. JS true false toggle. Toggle-la yazılır. JavaScript demişdim, true false məntiqinə işləyir. Bir şey açıb bağlayanda, sonra tema var, proyektin background-ı ağ-qara eləyirsə, gecə gündüz rejimi. Onlar toggle-la yazılır. Bir dəfə klikləyirsən, açıb, bir dəfə kliksən bağlayır. Bunda da bir dəfə kliksən yad olur, bir dəfə kliksən rüfət olmaz. Bir də toggle-la yazılır. Ya da if-lə. If Nihatsa rüfət edilir, rüfətsə Nihat edilir. Elə də yaza bilərsən. O biraz aşağı leveldir. Function yazdım. Burada yazdım log. Gəldim. Hər dəfə reload olur. Bu hər dəfə reload olur. Komponentdə bir dənə hissəni dəyişmək istəmirsə başqa kodlar ona görə təzədən reload olsun. Nə dəyişəcək? Həmin şeyi gəlib user effect-in içində yazırsınız. Bax, button-a klikləyənin rüfət Nihat olacaq, düzdür? Gəlin bunu buradan götürürəm. Use effect. Effect. Yuxarıda import oldu. Keçdim bura, gəldim bura. Qoydum bura. Change is not defined. Burada problem istiyor. Buran yok mu?
Change də. Change. Change möhtərisən istəyiniz adamı ya. Adi möhtərisən. Belə deyil. Nəqs oldu. Abi bir yere şey takla. Takla. Bir daha sen şey takla. Belə idi. Şeydir. Get də get. Dur get. Görsən kimi yayındırırsınız. Ctrl A kopyalayıram. Böyle adi şey ilişirəm bu uşaqlar. Adam beyni dolur. React çətin yəni. Video nə qədər çəkir? 26. Bir dənə bunu atlaq nə problem var baxın nə. Bu axırıncı da bunu keçirəm router olacaq. Onlar rahat işləyəcək. Nə problem üçün? Yüz effekt daxilində yaradılır. Ona görə batırırsın. Bunu özüm verməmişəm. Bunu mən başa salmaq üçün. Hər render olub işləyəcək. Bunu başa salmaq üçün edirəm özüm. Əgər məqsəd düyməni basım. Yüz effekt anı. Yüz effekt verin. Bildim. Bunu götürdüm buradan. Gəldim bura. Sonra gəldim burada. Yüz effektin içində şeyimizi çağırdım. Belə. Gəldik bura. Bax, butona klikləmirəm uşaqlar. Bax, səhifəni yenilədim. Verin, hər dəfə reload olur. Yəni, butona klikləməmişəm. Səhifə hər dəfə render olunanda, reload olunanda, buradakı proses var ha, dəyişənə bütün kodlar işləyir. Bax, hər dəfə reload olur, görürsünüz? Yüz effektlə yazmışam, amma ki, yüz effektin əsas xüsusiyyəti var, burada budur. Bunu qoymalısınız ki, yüz effekt yəni düzgün işləsin. Gəldim bura. Yenə səhv çıxdı. Bu 2 dəfə buradan yazırım. Main. Strict mode. Strict mode buradan olmaq istəyir. Buradan bağlamalım. 2 dəfə yazır da. Bu adamı şey eləyir, çaşdırır. Bax. Yüz effektlə nə vaxt yazırıq? Səhifədə reload olanda, məsələn, ümumiyyətlə kod yenilənəndə, nəysə event olur hadisə. Onun yüz effektin içinə yazırıq ki, həmin hadisə baş verəndə sırf həmin kod yenilənsin. Həmin şeyi yüz effektin içində yazmayanda, həmin kod yenilənəndə bütün kodlar təzədən yenilənəcək. Sırf həmin kodun yenilənmək istəyirsənsə, dəyişəcəksə, nəsə proses baş verəcəksə, yüz effektin içində yazsan ki, və yazanda da bu hissəyə fikir verin. Bu hissə qoyulmalıdır ki, səhifə reload olmasın sırf bu koda görə. Bir dənə bu kod yenilənsin. Mənası budur yüz effektin. Aydındır? Hə? Hayır ben. Bu belə.